in this room where wrongs feel right. Salam dəyərli dostlar, hər birinizi salamlayıram. Mən Kamran Tağıyev. Bu mənim YouTube kanalımda olan ilk videomdur. Bu videoda mən sizlərə Excel-də kreditin necə hesablanması haqqında qısa yolları öyrədəcəm və bunun üçün necə eləmək lazımdır, hansı funksiyalardan istifadə etmək lazımdır. Bunu sizlərə təbii şəkildə izah edəcəm. Əgər bu sizin üçün maraqlıdırsa, kreditin hesablanmasını öyrənmək istəyirsinizsə, videonu mütləq sona qədər izləməyi tövsiyə edirəm. Keçək bizim mövzumuza. Sol hissədə ilk növbədə yazmışam bura hazır şəkildə məbləğ, müddət və faiz dərəcəsi. Məbləğ təbii ki, bizim bankdan götürəcəyimiz məbləğdir. Müddət neçə müddətdir, illik faiz dərəcəsi də bura qeyd edəcəyik. Tutalım ki, mən 68.000 manat pul götürmüşəm 25 illiyinə, yəni 300 aylığına və illik faiz dərəcəsində mən də 11% ilə götürmüşəm. Ümumiyyətlə bu tip funksiyaları belə deyək, hesabatları aparmaq üçün biz Excel-də PMT funksiyasından istifadə edəcəyik. PMT yəni payment qısaldılmış formasıdır, ödəniş deməkdir. PMT funksiyasının alt kateqoriyaları bunlardır. Rate'dir, ampere'dir və eyni zamanda PV-dir. Rate nədir? Biz rate hissəsinə bizim faizimizi qeyd edirik, illik faiz dərəcəsini. Amma bunu yazdıqdan sonra biz aylıq faizi çıxartmaq üçün mütləq şəkildə bunu biz 12-yə bölməliyik. Digər funksiya arqumentimiz ampere'dir. Ampere isə biz aylıq müddəti qeyd edirik. Yəni bu 300 aylıqdır. Yəni illik olaraq yox, aylıq olaraq qeyd edirik. Sonuncu arqumentimiz isə PV, yəni bizim bura məbləğimizi göstərməyimizi tələb edir. Məbləği bura göstərən zaman mütləq şəkildə biz bura sütunun belə deyək də xananın qarşısına mənfi işarəsi yazmalıyıq. Çünki mənfi yazmasaq, nəticə bizə rəqəm olaraq mənfi verəcəkdir. Müsbət verilməsi üçün biz bura xananın qarşısına mənfi yazmağımız vacibdir. Artıq hazırdır. Yəni bizim 68.000 manatımız kredit götürmüşüksə 300 aylığına 11%-la, aylıq ödənişimiz 666 manat 48 qəpik olmuş olacaqdır. İndi isə yoldaşlar, burada istəyirəm bir hazır bir cədvəl yaradaq, avtomatik şəkildə məbləğlərimiz olsun, aylarımız olsun və hər aya görə qarşısındakı məbləği, kredit məbləğini yazmış olsun. Gəlin başlayaq. Bura hər hansı bir rəqəmlər atırıq random olaraq. Məsəl üçün 120.000 manatlıq kredit götürənlər olur, 95.000 manatlıq kredit götürənlər olur, 68.000 özündə qeyd edirik bura, 75.000-lik də götürənlər olur, hətta 42.000-lik də götürənlər olur. Düzdürmü? Biz bunu yazdıq bura. Burası kreditimizin aylarını yazırıq. Məsəl üçün 60 aylıq götürənlər də ola bilər, 240 aylıq götürənlər də ola bilər, 300 aylıq götürənlər də ola bilər, 120 aylıq götürənlər də ola bilər və 100 aylıq da götürənlər ola bilər. İndi isə biz elə eləyəcək ki, burada hər rəqəmin aylığa uyğun şəkildə altında ödənişini göstərmiş olsun. Bunun üçün biz data menüsündə what if analysis menüsündə, alt menüsündə istifadə etmiş olacaq. Nə edirik? İlk növbədə bizim bu aylıq ödənişimiz daxil olmaqla digər məbləğləri və yazılmış rəqəmlər yazılmış xananı seçirik. What if analizə daxil oluruq və açılan bu alt menyulardan data tables-ı seçirik. Data tables bizə 2 dənə başlanğıc verir. Row input cell və column input cell. Row sətir, column isə sütun deməkdir, məlum olduğu kimi. Biz bura sətirdə olan məlumatlarımız, yəni 60, 240, 300, 120, 100 ayları qeyd etməliyik. Təbii ki, biz bunu bir-bir yazmayacağıq. Mən burada aylıq müddətimiz hara yazıb bu hissə, yəni B3 xanasını oxuduram. Yəni Excel-ə məlumat verirəm ki, bu ayları 60, 240, 300, 120 gətir qoy bura və mənə bu məbləğ və faizə uyğun şəkildə nəticəni göstərmiş ol. Column hissəsinə isə mən bura təbii ki, məbləğləri yazmalıyam. 120.000, 95.000 təbii ki, bir-bir yazmayacağam və burada müddətimiz hara yazıbdır məbləğimiz B2 xanasını mən seçəcəm. Təsdiq etdikdən sonra artıq mənə nəticəmi hazır şəkildə göstərmiş olur. Bunu biraz yuvarlaqlaşdıraq. Yox, daha yaxşı yuvarlaqlaşdırma ehtiyac yoxdur məncə. Aha, əlbəttə. Bunu geri qaytaraq bir dənə. Aha, gəlin biz bu cədvəlimizi biraz sərgiyə salaq. Daha vizual olaraq yaxşı olsun. Bunun üçün condition formata gəlib color scales'dən istədiyimizi seçə bilərik. Təbii ki, bu zövqə görə dəyişən olan bir şeydir. Mən məsəl üçün bunu götürürəm. Hazır. Yəni yoldaşlar, mən 120.000 kredit götürsəm bankdan 60 aylığına. Bu səni mən bir dənə generala qaytarım, yarımdan çıxıb.
Yəni mən 120 min manat daha doğrusu bankdan kredit götürsəm 60 aylıq 11%-lə mənim aylıq ödənişim olacaqdır 2609 manat. Əgər mən 120 min manatı 100 aylıq götürsəm 11%-lə mənim aylıq ödənişim 1838 manat olmuş olacaqdır. Burada təbii ki, biz faizi dəyişsək, bunu 4% eləsəm, faizə uyğun da bizim cədvəlimizin rəqəmləri dəyişmiş olacaq. Yəni mən 120 minim 100 aylıq 4%-dən artıq 1413 manata düşmüş olacaqdır. Bəs toplam ödəniş nə qədər edəcəm? 68 min götürmüşəm, banka əlavə nə qədər ödəyəcəm? Bunu hesablamaq üçün isə biz mütləq şəkildə nə etməliyik? Aylıq ödənişimizi vurmalıyıq bizim məbləğimizi, daha doğrusu ayımıza, müddətimizə, neçə ay götürmüşsə ona. 107 min manat mən banka əlavə ödəniş eləmək olacaq. Yəni daha doğrusu 68 min götürmüşəm, banka 107 min ödəyəcəm. Bəs nə qədər faiz ödəyəcəm? Onu hesablamaq üçünsə biz toplam ödənişimizdən mütləq şəkildə ilkin məbləğ nə olubsa onu çıxacam. 39.678 manat. Yəni mən bankdan 68 min götürmüşəm, 107 min manat qaytaracam ona. Əlavə faiz olaraq bank məndən 39.678 manat götürmüş olacaq. Bu qədər yoldaşlar. Ümid edirəm video faydalı oldu sizlər üçün. Əgər faydalı olduysa videoyu bəyənib şərh yazmağı və dostlarınızla paylaşmağı sizlərdən xahiş edirəm. Şərh bölməsində öz fikirlərinizi bildirsəniz şad olaram. Diqqətiniz üçün təşəkkürlər. Göz haqqınızı halal edin.